Fərdi ev tikənlər üçün əsas xərclərdən biri darvazadır. Sadə qapılardan fərqli olaraq indi dizayn, təhlükəsizlik və avtomatlaşdırma ön plandadır. Qiymətlər isə 900 manatdan başlayaraq 20 min manata dək dəyişir. Oğuzda usta Məmməd Məmmədov deyir ki, darvazalar həm hazır şablon panellər əsasında, həm də müştərinin xüsusi istəyinə uyğun hazırlanır. Onun sözlərinə görə, son illərdə fərqi zövqə uyğun unikal dizaynlara maraq artıb. Ən çox gedən Tureski ştampovkalarda 900 manat, 1000 manat. O insan tələbatının gücünə görədir. Var qapılar, məsələn, profildən, köhnə taxtaya oxşayan, məşrubat deyirlər, nə deyirlər, reklamlara, gözəlliyinə görə 10 minə, 15 minə qədər də var. Əl sənəti üçün, əl sənətdə bahadır. 2000-dən yuxarı 15 minə qədər. Elə qapı var ki, 15 min, 20 min. Tovuzda vəziyyət bir qədər fərqlidir. Ustalar deyirlər ki, ötən illə müqayisədə qiymətlərdə 100-150 manat artım var. Darvazaların qiyməti ölçülərindən asılı olaraq başlayır. 1500 manatdan 3000-ə qədər davam eləyir. Sonra quraşdırma qiymətinin içindədir. Daha çox tələbat bağ evləri üçün ayrı qapılar nəzərdə tutulur, həyət evləri üçün ayrı. Bir də ki, seyf qapılar çox sifariş olunur. Onlar 600 manatdan başlayır, 1300 manat, 1400 manata kimi. Artım var, çünki materialın qiyməti qalxıb. Onun üçün artım var. Listlərdə, profillərdə qiymət qalxdığı üçün artım var. Təxminən 100-150 manat civarında artım var. Ustaların sözlərinə görə son illər ən çox tələbat elektron, yəni pultla idarə olunan avtomatik darvazalarıdır. Rahatlıq və təhlükəsizlik baxımından üstün hesab olunan bu sistemlərin quraşdırılması 5-10 min manata başa gəlir. Bölgələrlə müqayisədə paytaxtda darvazalara tələbat azdır. Qiymətlər istifadə olunan materiala və dizayna görə dəyişir. Sadə modellər 1000 manatdan başlayır. Xüsusi sifarişlə hazırlanan darvazaların qiyməti isə bəzən 20 min manatı da ötə bilir. Turqan Əliyev, Cümşüd Məmmədov, Rəhman Həkimzadə, Kənan Qafar, Xəbər Ertəsi.